Marneuli Bələdiyyəsinin uşaq bağçalarında 2025-26-cı tədris ili üçün uşaqların qeydiyyatı iyunun 2-də səhər saat 9-da başlayır. Bağçalar Birliyinin hüquqşünası bildirir ki, qeydiyyatın birinci mərhələsi iyunun 30-na dək davam edəcək. İkinci mərhələ isə avqustun 20-sində başlayaraq sentyabrın 2-nə dək davam edəcək. Qeydiyyat birbaşa uşaq bağçalarında aparılacaq. Qeydiyyat zamanı tələb olunan sənədləri uşağın valideynləri və ya rəsmi qəyyumları təqdim etməlidirlər. Qeyd edim ki, qeydiyyat bağçaların özündə aparılacaq. Hər bağçada bunun üçün komissiyalar yaranıb. Hər kəsə mərkəzə gəlməyə ehtiyac yoxdur. Lazım olan sənədlər isə bunlardır. 3-ün 4-ə ölçüdə 2 ədəd şəkil, sağlamlıq haqqında arayış, yəni forma 100, yaşayış yerindən arayış, doğum şəhadətnaməsinin notarial təsdiq olunmuş əsli, valideynlərin şəxsiyyət vəsiqəsinin əsli. Bunlar əsas lazım olan sənədlərdir. Bundan əlavə, əgər varsa, sosial az təminatlı şəxsin vəsiqəsi, məcburi köçkün vəsiqəsi ya da fiziki məhdudiyyətli şəxs vəsiqəsini təqdim etsinlər. Çünki bu sənədlərdən biri varsa, güzəştlər olunur. Həm də fiziki məhdudlu körpələr üçün müxtəlif proqramlarımız mövcuddur.